Salam, efirdə Region News'un informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. Tetricqaro Bələdiyyəsində ümumilikdə 84 kəndi əhatə edən kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşlər davam edir. Proqram çərçivəsində merin birinci müavini Levan Xmaladze özünü idarə etmə üzvləri ilə birlikdə Manqlis qəsəbəsində, Alget və Axasopeli kəndlərində yerli sakinlərlə görüşərək 2026-cı ildə həyata keçirilməsi planlaşdırılan problemlər və prioritetlər barədə əhali ilə müzakirələr apardı. Tetricqaronun 84 kəndinin hər biri üçün müəyyən məbləğ ayrılıb. Biz də kənd əhalisi ilə görüşərək onların fikirlərini öyrənirik. Kəndi narahat edən problemlər haqqında məlumat toplayırıq. Hər kəndin əhalisi həmin kənddə bu il ayrılan məbləğin nəyə xərclənəcəyinə özü qərar verir. Bəli, gələnlərlə görüşdük, təkliflərinə qulaq asdıq. Onlar da kəndi irəli aparmağa çalışırlar. Yerli özünü idarə etmənin əməkdaşları ilə görüşdük. Bizi narahat edən problemləri onlara danışdıq. Ümid edirik, həll olunacaq. Bugün Sovet işğalı günü münasibəti ilə dövlət bayrağı hökumət inzibati binalarının üzərindən endirildi. Bu münasibətlə mərkəzi hökumət nümayəndələri bir daha əhaliyə bu günün tarixi əhəmiyyətini xatırladaraq kursantların töhfələrindən danışdılar. 1921-ci ildə Gürcüstanın işğalı zamanı özlərini qurban verən qəhrəmanları yad edirik. Onlar qəhrəmancasına vuruşdular və bizə əsl qəhrəmanlıq nümunəsi qoydular. Onları hörmətlə yad etmək bizim borcumuzdur. Bugün bizə suverenliyimizi və müstəqilliyimizi qorumaq üçün hər gün mübarizə aparmağın, çalışmağın nə qədər vacib olduğunu xatırladırlar. Qəhrəmanlarımız məhz buna nümunədirlər və milli maraqların, suverenliyin və müstəqilliyin qorunması məsələsində biz də məhz belə bir nümunədən rəhbər tutmalıyıq. 105 il əvvəl olduğu kimi bu gün də xarici maraqları yönləndirən 5-ci kolon təsirli müdaxilə vasitəsilə qalır. 25 fevral tariximizdə faciəli bir gündür və hələ də dərs çıxarmalıyıq. 25 fevral bunu xatırlatmalıdır. Yaşadığımız şəraiti anlamalı, Gürcüstanın azadlıq sevgisi üçün ödədiyi qiyməti xatırlamalı, müstəqilliyin əsl dəyərini bilməliyik. Müstəqillik tarixi bir epizod deyil, daimi bir məsuliyyətdir. Bu məsuliyyəti daşımayanların sonda dövlətlərini itirməsi gözlənilir. 25 fevral tariximizdə faciəli bir gündür və hələ də dərs çıxarmalıyıq. Sovet işğalından 105 il ötür. 1921-ci ilin fevralın 25-i Gürcüstan tarixinin ən ağırlı səhvələrindən biridir. Bugün Qırmızı Ordu Tiflisə daxil olaraq Gürcüstan Demokratik Respublikasının azadlığını zorla əlindən aldı. Ölkə səmasını çətin illər sükut və qorxu bürüdü. Lakin azadlıq arzusunu söndürmək mümkün olmadı. İşğaldan əvvəl qeyri-bərabər mübarizə və qəhrəmancasına müqavimət baş verdi. Kursantlar və Gürcü döyüşçüləri vətənlərini müdafiə etmək, ləyaqətlərini və müstəqillik ideyalarını qorumaq üçün özlərini qurban verdilər. Onların fədakarlığı bu gün də bizə azadlığın asanlıqla əldə edilmədiyini xatırladır. 25 fevral anım və düşüncə günüdür. Gürcüstanın keçmişini şərəfləndirdiyi və müstəqilliyin ən vacib dəyəri olduğunu bir daha təsdiqlədiyi bir gündür. Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdə rəhbərin birinci müavini Laşa Maqradze bildirib ki, 2006-cı il təvəllüdlü şəxs terrorizm haqqında yalan məlumat verdiyinə görə həbs olunub və cinayəti etiraf edib. Onun sözlərinə görə iş üzrə istintaq davam edir. Bir neçə nəfərə qarşı istintaq aparılır. Bu mərhələdə o şəxslərdən elektron cihazlar alınaraq ətraflı araşdırılır. Müvafiq sübutlar olduqda hər bir şəxsə qarşı fərdi olaraq qanunla nəzərdə tutulmuş hüquqi tədbirlər görüləcək. Dövlət qurumlarının elektron poçt ünvanlarına müxtəlif şəhərlərdə, ictimai yerlərdə, məktəblərdə və ya təşkilatlarda mümkün partlayışlar və ya bombaların olması ilə bağlı çox saylı anonim təhdidlər daxil olub. Bununla əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən Tbilisi, Kaxeti və Krımnokartli bölgələrində eyni vaxtda həyata keçirilən tədbirlər nəticəsində terror məzmunlu yalan mesajlar göndərən bir qrup
olub müəyyən edilib. 2006-cı il təvəllüdlü şəxs terrorizm haqqında yalan məlumat verdiyinə görə həbs edilib. O özü cinayəti etiraf edib. Bir neçə digər şəxsə qarşı istintaq aparılır. Onlardan götürülmüş elektron cihazlar yoxlanılır və bundan sonra müvafiq standart mövcud olduqda onlara qarşı fərdi olaraq hüquqi tədbirlər görüləcək. Təhdid mesajlarının müəllifləri əsasən virtual şəbəkələrdən müasir IP ünvan maskalama texnologiyalarından və səs dəyişdirmə proqramlarından istifadə ediblər. Axtarış nəticəsində mobil telefonlar, fərdi kompüterlər, yaddaş kartları və elektron məlumat daşıyan cihazlar müsadirə edilib. Dövlət Təhlükəsizliyi Xidməti yuxarıda qeyd olunan cinayət əməllərini aşkar etmə və müəyyən etmə üçün artıq müvafiq müasir texniki vasitələrə malikdir. Gürcüstanın Miqrasiya Departamenti müvafiq qurumlarla koordinasiyalı şəkildə son günlərdə 85 xarici vətəndaşı ölkədən çıxarıb. Görülən kompleks tədbirlər nəticəsində müxtəlif ölkələrin vətəndaşları mövcud qanunvericiliyə əsasən Gürcüstandan çıxarılaraq ölkəyə girişlərinə qadağa qoyulub. Bu əlimizdə olan son məlumat idi. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.